Bəzən qadınlar zorakılığa məruz qalmasına baxmayaraq müəyyən çətinliklər və problemlərdən qorxduqları üçün həmin ailədə yaşamağa davam edirlər və bunu uşağım üçün dözürəm şəklində açıqlayırlar. Amma gəlin bir anlıq düşünək. Uşaq zorakılıq olan evdə nə görür? Uşaq hər gün qorxu hiss edir. Təhqir və qışqırıq eşidirsə, o sevgi və qorxunu qarışdırmağı öyrənir. Bu mühitdə böyümüş uşaq ya zorakılığı normallaşdırır, ya da ki, davamlı özünü günahkar hiss edir. Bu, gələcəkdə onun həm psixologiyasına, həm şəxsi və sosial münasibətlərinə ciddi təsir göstərir. Yəni, uşaq üçün dözdüyümüzü düşündüyümüz anlarda əslində uşağa zorakılığı həyat tərzi kimi öyrətdiyimizi xatırlamalıyıq. Əgər zorakılıq varsa, dözmək, uşağı qorumaq demək deyil. Onu bu ağrının bir hissəsinə çevirməkdir. Uşağı qorumağın ən güclü yolu zorakılıqdan uzaqlaşmaqdır.